Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Ekrana yaxın əyləşin. Bu günlərin Ağdam rayonunun baş memarı haqqında danışacağam. Ağdam rayonunda baş memar kimi tanınan Əbdüləli haqqında son vaxtlar yayılan iddialar demək olar ki, rayonun hər güşəsində narazılıq doğurur. Sakinlərin dediklərinə görə bu adamın fəaliyyəti o qədər suallar doğurur ki, artıq el arasında belə bir fikir formalaşır. Ağdamda tikinti üçün yer qalmayıb, amma ədalət də görünmür. Sakinlər iddia edirlər ki, tikinti icazələri məsələsində qeyri-şəffaflıq, ziddiyyətli qərarlar və anlaşılmaz proseslər hamını bezdirir. Deyilənə görə əvvəlcə icazə yoxdur deyilən obyektlərə sonradan icazə verilir. Əvvəl tikmək olmaz deyilən yerlərdə isə nədənsə birdən-birə tikinti işləri başlayır. Bu proseslərdə də vətəndaşların beynində bir sual yaradır. Niyə əvvəl yox, sonra bəli? İctimai müzakirələrdə belə fikirlər səslənir ki, bəlkə də bəzi qərarlar şəxsi maraqlarla yönləndirilir. Bu rəsmi məlumat deyil, amma sakinlər arasında ən çox yayılan iddialardan biridir. Lakin narazılığın ən ciddi hissəsi jurnalist və ictimai fəal olan bir nəfərin həbsi ilə bağlıdır. Sakinlərin danışdıqlarına görə həmin şəxs tutulmazdan əvvəl Əbdüləli ilə normal münasibətdə olub. Hətta iddia edilir ki, Əbdüləli dəfələrlə həmin adamın kartına pul göndərib ki, Bakıya gedəndə mənim üçün bunu al, onu al, toy üçün onu gətir, bunu götür, dosyana tapşırıqlar verib. Amma indi məhkəmədə tamam başqa bir cür mənzərə sərgilənir. İctimaiyyət arasında yayılan məlumata görə Əbdüləli həmin şəxsin üzünə durub və iddia edib ki, güya ondan dəfələrlə hədə-qorxu ilə pul tələb olunur. Burada sakinlərin ən çox müzakirə etdiyi sual isə budur. Əgər pul hədə-qorxu ilə alınmışdısa, niyə o zaman həmin pulu özün könüllü şəkildə qarşı tərəfin kartına göndərirdi? Bu sualın məntiqi izahını heç kim vermir. El arasında deyilənlərə görə məhz bu ziddiyyət insanları narahat edir. Dosyana pul göndərən, sonra da həmin adama qarşı ifadə verən bir şəxsdən nə gözləmək olar? Bu Ağdamda ən çox danışılan və ən çox anlaşılmayan məqamlardır. Anlayıram. Vəzifəni itirməmək üçün kimlərinsə göstərişi ilə oturub durmaq lazımdır. Ancaq bəzən söhbət gəlib kişiliyə dirənəndə müəyyən insanlar seçim arasında qalırlar. Kimlərsə vəzifəsini itirməmək üçün üzə durur, kimlərsə də öz kişiliyin hər şeydən üstün tutur. Sual olunur, kişi kişinin üzünə durarmı? Üstəlik el arasında belə iddialar dolaşır ki, kim rayon haqqında tənqid fikir səsləndirirsə, Əbdüləli dərhal həmin insanla yaxınlıq edir, dostluq qurur, sonra isə nədənsə o dostluq bir-birinin üzünə durmaqla nəticələnir. Bu da insanlarda belə bir fikir yaradır. Danışılanlara görə Əbdüləli nə rayonun adına yaraşan davranış sərgiləyir, nə də vətəndaşların gözləntilərinə cavab verir. Təbii ki, bütün bunlar rəsmi təsdiqi olmayan, ictimaiyyət arasında dolaşan iddia və narazılıqdır. Lakin bir həqiqəti dəyişməz olaraq qalır. Ağdamda həm tikinti məsələlərində, həm də məmur vətəndaş münasibətlərində daha çox şəffaflıq, daha çox hesabatlıq və daha çox obyektli tələb olunur. Bax belə. Biz bu məsələni diqqət mərkəzində saxlayacağıq. Allaha əmanət olun, özünüzdən müğayət olun. Sağ olun.